Hər vaxtın xeyir olsun Çinarə. Bəli, elə dediyin kimi artıq bir neçə gündür ki, yəni son həftələrdə biz tez-tez eşidirik sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı xəbərləri və elə son günlərdə də Gəncədə də belə bir hal yaşandı. Bir tələbəni it dişlədi. Ümumiyyətlə bununla bağlı qanunvericilik bəzi məsələlər tənzimlənir. Qanunvericiliklə tənzimlənir bu məsələlər, amma buna baxmayaraq bəzi boşluqlar var. Elə Milli Məclisdə Milli Məclisin üzvü Naqib Həmzəyev məsələ ilə bağlı yeni qanunların hazırlanması ilə bağlı bir təklif irəli sürüb. Təkliflə bağlı daha detallı informasiyaları hazırda qonağım elə Naqib Həmzəyevin özündən alacaq. Xoş gördük Naqib bəy, buyurun detalları sizdən eşidək. Bildiyiniz kimi Azərbaycanda qanunvericilikdə müxtəlif yeniliklər və təkmilləşdirmə işləri aparılır və çox təəssüflər olsun ki, sahibsiz heyvanlarla bağlı da müəyyən boşluqlar var ki, biz mütləq bu boşluqları doldurmalıyıq və yaxud da yeni qanun hazırlamalıyıq. Azərbaycanda daha doğru dəqiq desək, Bakı şəhərində Toplan adında sahibsiz heyvanlara qayğı mərkəzi fəaliyyət göstərir. Bu daha çox Abşeron rayonu və Bakıya yaxın olan ərazilərdəki buna bənzər problemlərin həllinə dəstək olur. Ancaq Azərbaycanın digər rayon və şəhərlərində bu cür mərkəzlər yoxdur. Və bu baxımdan da yeni qanun qəbul ediləcəyi təqdirdə ilk növbədə bütün şəhər və rayon mərkəzlərində sahibsiz heyvanlara qayğı mərkəzlərinin, baytarlıq klinikalarının yaradılması öz həllini tapa biləcəkdir. Daha sonra konkret olaraq bu problemin həllində məsuliyyət daşıyacaq qurum və qurumların adları müəyyən olunacaqdır. Çünki hal-hazırda faktiki olaraq müxtəlif qurumlar bu problemin həllinə dair məsuliyyəti özlərinə götürmək istəmirlər. Daha sonra isə bu problemin həllinə dair dövlət büdcəsindən birbaşa vəsait ayrılacaqdır. Hal-hazırda bu vəsait çox təəssüflər olsun ki, dolayısıyla ayrılır və yaxud heç ümumiyyətlə ayrılmır. Bu baxımdan da problem kökündən həll edilə bilmir. Təşəkkürlər. Çox sağ olun informasiyaları bizdən paylaşdığınız üçün. Bir daha xatırladım ki, ümumiyyətlə bu mövzu sahibsiz itlərin insanlara hücum etməsi halı, yəni nəinki indiki zamanın, ümumiyyətlə bundan əvvəlki dövründə ən aktual problemlərindən biridir. Çünki səhər saatlarında köməksiz vəziyyətdə olduğumuz hallarda it hücumuna məruz qala bilərik. Küçədə sürü ilə demək olar ki, dolaşırlar, hərəkət edirlər və bu da təbii ki, yaşlıdan kiçiyə hər kəsdə narahatlıq yaradır və bu baxımdan da bu cür addımların düzəldilməsi üçün qanundakı boşluğun doldurulması üçün müəyyən addımlar atılır. Çatıra biləcəyimiz informasiyalar bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı bizim üçün geniş şəkildə şərh etdiyin üçün.